Biz demiştik, vurgulamışdıq, Mevlana şuubiyyədən arınmaqla bağlı Şəmsidən yardım istəyirdi. Bu istək Mevlanada vardı ki, Şəmsi özünə sarı çəkdi. Şəms də Mevlananı şuubiyyənin düşüncəsindən arındırırdı. Rəmz ilə, işarət ilə, hindi kələməsini işlətmək ilə. Axı irfan özü rəmz idi. Rəmz bir dili var idi. Rəmzlə danışmaq idi. Hindi kələməsi irfanda Mevlananın, Şəmsin düşüncəsində ağır, yüksək yer alır. Ən böyük qavramı şuubiyyə qavramıdır. Hindi şuubiyyə Farsi məcusini anlatmaqdır. Bir qəzəldə ki, deyirdi, Sobha cahan پر نور کن این هندوان را دور کن مردهر را محرور کن افزون بخوان محرور های حتی ilə də horrudan gəlir, yəni azad elə. Mərdəhr ra məhrur kon. Ey süb, həmən Təbrizli Şəms idi. Dünyanı nur ilə doldurmaq üçün bu hindililəri, hindi düşüncələri uzaqlatçınan. Hindi düşüncələr nədir, nə ola bilər? Şəms Mevlananı o düşüncələrdən istəyirdi uzaqlaşdırsın. Ən birinci həqiqət və mərifət sahəsində caydırmaq ilə təhrif idi. İkincisi elm sahəsində qondarmaq ilə cəhl idir. Üçüncüsü din ilə əxlaq sahəsində ayrılıq salmaq ilə yalançılıq idi. Dördüncüsü iş, əməl sahəsində çappaq ilə talamaq idi. Beşincisi idarəçilikdə əliboşluq, bedəstalatlıq, bağımlılıq ilə casusluq idir. Altıncısı siyasətdə adamları terror eləmək idi. Hindi kələməsi Mevlana ilə Şəmsin düşüncəsində bu qavramlara, bu anlamlara dayanırdı. Olsun oxuyaraq, əfsun bexan, olsun oxuyaraq düşüncələrdə bu aləmdə zəncirləri, qandalları açınan bir aləmi azad, sərbəst elə, ovsun, həmən türkü kələmədir, ovdan, qədim ova gedərmişlər, bir səs oxuyarmışlar, onunla avısınlayarmışlar. Avısınlamaq, avısın həmən əfsundur ki, Şəms burada Şəms ilə Mevlananın danışığında gəlir ki, əfsun bexan, mərdəhr ra məhrur kon. Bu dəfə tərsəsini oxuyassan, dəhri sən təliyə salmayassan. Bütün dəhrin, ruzigarın, üzgürlüğü sənə bağlıdır. Sən bu ovsun oxumalısan. Bu ovsun nədir? Şuubiyyə düşüncəsindən arınmaqdır. Ta bütün xəlaiq, bütün aləm məhrur ola. Hürriyyətin üzünü görə. Çون məsti əzəl gəşdi, şəmşir əbəd bestan. Hindubək həsdi ra turkanı to yağma kon. Təbrizli Şəms. Bu iş səndən asılıdır. O zaman ki əzəldən məstilik, sərxoşluq aldın, əbəd qılıncını qınından eşiyə təhkinən. Bu aləmdə qondarma hindi kiçik bəyləri, bəylikləri, yəni kiçik, yanlış, tərsə düşüncələri bir türk kimi, yəni mənalı, irfanlı, cürətli insan kimi yığışdırcınan. Yağma sözü yağma kon, şuubiyyə İran şəhri təhqir üçün qarət məna eləyibdir. Hal bu türkü kələməsidir. Yığmaqdan gəlir. Yağma, yəni yığıb yığışdıran, eyni halda türklərin bir boylarının adı da olubdur. Müsəlmanan, mərə Türkiyist yağmayı, Mevlananın bir ayrı qəzəllərində, yəni bir yığıb yığışdıran, cəmcür eləyən bir türk, müsəlman.
idarəçiliyi yüksək səviyyədə olan bir türk. Məqsəd Şəmsin özü idi. Mövlananı axı o yığıb yığışdırdı. İdarəçiliyini o öhdəsinə aldı. Nizaminin də düşüncəsində hindi sözü belə anlam daşıyır. Məxzənül Əsrarda Qəri Qocanın Sultan Səncər ilə nağıllarında belə gəlir. Dövlət-i Turkan ki بلندی گرفت məmləkət az dad pəsəndi گرفت. O zaman ki türklərin dövləti, həman Səlcuqlular zirvəyə çatdı, məmləkətdə ədalət yayıldı. Nizami Səlcuqluların ədalətinə onay qoyur. Çون که تو بیدادگری پروری ترک نی ey هندوی غارتگری. Sən zülüm eləsən daha sənə türk deməzlər. Türk yəni ədalət. Sənin adın çapıcı hindi ola bilər. Gəlin Mövlananın bir ayrı qəzəlində bunu yoxlayaq. Şəm-i to برافروزی شمس الحق تبریزی تا هندوی شب سوزی از روی چو صد پروین. Təbrizli Şəmsülhəq bir şəm yandır. Bütün dünyanı hindi, şuubi, farsi, məcusi düşüncəni qaranlığa ki gecəyə çeviribdir, sən onu dəyişinən. Sənin şəmin yüzlər ulduzlarla bərabərlik edər. Şəm qaranlığı yandırar. Türk توی ز هندوان چهره ترک کم طلب زان که نداد هند را صورت ترک تنگری. Şəms gəldi mənə dedi sən türksən, hindi deyilsən. Hindilərdən həmən şuubiyyədən tühçülük axtarma. Orada ola bilməz. Bunlar belə düşüncəni, ədaləti yaya bilməzlər, daşıya bilməzlər. Tangri, həmən tanrı, tühlərin əski tanrıları farslılara, hindilərə türk sirəti, türk surəti bağışlamadı. Bu Mövlananın öz sözüdür. Zanki nədad hindra surəti türk təngri. Yəni türk surətdə, sirətdə, fəlsəfədə, hikmətdə, irfanda, bilimdə, dində, məzhəbdə, əxlaqda, gedişatda, digər müəllifələrdə hindlə, həmən farsla fərqlidir. Əlbət, bu fərq təfrəqə üçün deyil, bu fərq Tanrının öz istəyidir. Axı fərq bu aləmdə riqabətə, inkişafa, yetənəhliyə, istedada, irəliliyə yol açar. Bu fərqi biz anlamalıyıq, dadmalıyıq. Be Türk terk اولاتر سیه رویان هندو را که ترکان راست canbazی و هندو راست لالایی. Bir Türk'e yaraşan Hindili, Farsi, Şuubi, Məcusi qərəçilərini, dilənçilərini tərk etməkdir. Niyə ki, tühlər qoxmayan fədakardılar, canlarından keçəndilər. Allahın rizvanını, rizayətini canlarla, canlarını tərəziyə qoymaqla alırlar. Həmən Qur'anın ayəsinə dayanaraq. Şuubiyə, Farsiyə, Hindiyə, Məcusi yaxşı yatandır. Ki Turkan rast canbazی و هندو rast lalayi tənbəsliyəndilər. Əllərindən iki eşyəyin arpasını bölmək gəlməyəndir. Xəmoş کن کز ملامت او بدان ماند که میگوید زبان تو نمیدانم که من ترکم تو هندویی. Bu Mövlananın açıq sözü. Daha onlarla bağlı məndən danışma. Qablama dığırlanıb, qapağını tapıb, mən sənin dilivi bilmirəm. Niyə ki, mən türkəm, sən hindisən. Türkü İslami irfan vəhdət-i vücudi deyil. Kesrət o tənəvvü vücudidir. Niyə ki,
Tanrı özü belə kisrəti tənəvvüü yaradılışın fəlsəfəsində rəsmiyyətə tanıtdırır. Şəmsin insanşünaslığında onun məktəbini dadandan sonra, sevgi gücünü ondan alandan sonra Təbriz toprağına gəlməlisən. Axı Təbriz Darülmülküdür. Baş ilə, ağıl ilə həman yer ki, bütün aləmin idarəçiliyini özünə aid bilir. Təbrizdən yeni bir ayət gəlir. Orada idealizmlə materializmin birləşməsini görə bilərsən. Şəms Mövlanaya idə, düşüncə, Təbriz də Mövlanaya dadə, material verdi. Bu idealizmlə materializmin birləşməsi bizim türkü, İslami, milli irfanımızda ən görkəmli bir damğadır. Quran demişkən bir üsyan, qayğınlıq törətdi. Köhnə kimliyin əleyhinə, köhnə düşüncənin, sistematik zülmün əleyhinə bir üsyan idi bu irfan. چون ز شمس الدین جهان پرنور شد سوی تبریزا دلا بر سر بیا. Təbriz Şəms, indi ki səndən dünya nurlandı, Təbrizə gəl. Ürəkdən, kürəkdən ora gəl. Müjdə deh ey eşq ki az şəms din az Təbriz ayət nov میرسد. Ey sevgi, ey eşq, sənə bir muştuluq. Şəmsdən, Təbrizdən yeni bir ayət, yeni bir damğa, yeni bir işarət gəlir. Sağ olun, gələn görüşə qədər.